bizim iki mürtəci qonşumuz bir aradadırlar. İran Hərbi Dəniz Qüvvələrinin komandanı Sankt-Peterburqdadır. Bilmirəm, o görüntüləri izləmişsinizmi? Efir rejissorum yəqin ki, həmin o videonu ortaya verə biləcək və tamaşaçılarımız da izləyəcək. İran Hərbi Dəniz Qüvvələrinin komandanı Sankt-Peterburqa rəsmi səfərə gedib və orada demək, İran komandanı səfər çərçivəsində Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin rəhbərləri ilə də iki tərəfli görüş keçirməyə planlaşdırır və onların necə qucaqlaşması, həmin komandanların çox səmimi, sanki belə qardaşcasına və iki mürtəci qonşumuz bir araya gələndə biz narahat oluruq. Çünki zaman-zaman xəbərdarlıqlar bizə həm demək Rusiyadan gəlir, bizi ən çox xəbərdarlıq edənlər İrandan da Rusiyadır. Və ikisi bir araya gələndə Azərbaycan üçün bir real təhlükə gözləyirsinizmi? Yox, mən gözləmirəm real təhlükə. Çünki hər iki dövlət biri artıq Amerika ilə başını qatıb və Amerika ilə söz güləşdirir. O biri isə İsraillə söz və güllə güləşdirir, raket güləşdirir. Ona görə də biz əslində bu mövzuda müzakirə predmeti deyilik. Çünki müzakirə predmeti İranda bu günləri əsas İsraildir və onunla məsələləri çözməyə və onunla münasibətləri qaydaya qoymağa, eyni zamanda yenidən canlandırılan sanksiyalardan necə qurtulmağa yönəlik bir siyasət izlənməkdədir. Yəni bu siyasətin içində Azərbaycanı narahat edəcək, yaxud da Azərbaycanla yeni bir cəbhə açma marağının olduğunu mən düşünmürəm. Yəni biz sadəcə təbii ehtiyatımızı itirməməliyik, amma biz də görürsünüz İranla münasibətlərdə son vaxtlarda artıq İran elitasında da anlayıblar ki, Azərbaycanla normal münasibətlər saxlamaq İranın da xeyrinədir. Yəni burada böhtanlar atdılar, ay Azərbaycan İrana qarşı hansısa bir dəstəyi verib. Bunlar hamısı boşa çıxdı, məqsəd yönlü yayılan bir şeylərdir. Ona görə də Azərbaycan bu proseslərdə əslində elə bir siyasət yeridib ki, heç birinə bu lazımı səviyyədə istifadə eləməyə bəhanə verməyibdir. Və bu məsələdə də İsraillə də normal dostluq münasibətlərimiz davam eləyir. İranla da normal dostluq münasibəti quruq. Elə İran prezidenti bunu açıqca söylədi. Azərbaycanla münasibətin korlanmanın səbəbi deyir, biz İranlılarıq. Biz elədik. Yəni biz normal qonşu ilə normal münasibət bəsləməyə əvəzinə getdik qonşular arasında seçim elədik. Biz Ermənistanı seçmişiksə Azərbaycan nə etməlidir? İndi Allah şükür Ermənistanla məsələ çözüldü, torpaqlar azad olundu, sülh müqaviləsi ərəfəsindəyik. Artıq İranın hansısa bir şəkildə Ermənistanı dəstəkləməsi motivasiyası da ortadan qalxdı. Yəni İran siyasəti burada da iflasa uğradı. Çünki illərdir Ermənistana dəstək verəsən ki, Azərbaycan üzərində revanşını, üstünlüyünü qorusun. Bu siyasət iflasa uğradı. Ona görə də İranda da yenidən oturub düşünməlidirlər ki, bu perspektivsiz qonşuya dəstək verincə, perspektivli qonşu ilə dostluq münasibəti yaratmaq İranın özü üçün də faydalıdır və normal mehriban münasibətlər həm də ticarət əlaqələrinin sabit şəkildə davam etməsi deməkdir. Bu baxımdan da bizim İranla apardığımız siyasət də məncə qonşuluq prinsipinə tam uyğundur və bu qonşuluğa biz çox dəqiq, həssas münasibətimizi bu günə qədər də davam etdiririk. Yəni bizə hər hansı bir şəkildə toxunmayan, bizi təhdid etməyən hansısa bir vəziyyət varsa, biz mütləq o halda rahatca ünsiyyət qura bilirik. Amma təhdid edənin də qarşısında qətiyyən qaçmırıq, özümüzün müttəfiqlərimiz var, dostlarımız var və lazım olanda öz gücümüzlə də, müttəfiqlərimizin də köməyi ilə istənilən təhdidin qarşısında durmağa hazırıq. Doğru.